Naxçıvan Muxtar Respublikasında nəqliyyat parkı genişlənməkdə davam edir. Rəsmi statistikaya əsasən 2026-cı ilin əvvəlində qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı əvvəlki illə müqayisədə 10,3% artaraq 56.510-a çatıb. Strukturda əsas payı yenə ənənəvi olaraq minik avtomobilləri təşkil edir. Onların sayı 47.086 ədədə çataraq 11,5% artım nümayiş etdirmişdir. Bununla yanaşı bu dövr ərzində Muxtar Respublikada 7384 yük avtomobili, 1031 avtobus, 519 təcili tibbi yardım və xüsusi təyinatlı avtomobillər, 490 pikap və furqon qeydiyyatdadır. Bu artım fonunda ən diqqət çəkən istiqamətlərdən biri isə elektrik və hibrid avtomobillərə marağın sürətlə yüksəlməsidir. Dünyada olduğu kimi Naxçıvanda da sürücülər artıq daha qənaətçil və ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinə üstünlük verirlər. Xüsusilə son bir ildə hibrid avtomobillərinin sayındakı artım yaşıl nəqliyyata keçidin sürətləndirdiyini göstərir. Elektrik mühərrikli avtomobillər isə şəhər mühitində həm səssiz işlənməsi, həm də yanacaq xərclərini minimuma endirməsi ilə diqqət çəkir. İqtisadi baxımdan məsələyə yanaşsaq, görərik ki, sürücülərimiz üçün, avtomobil sahibləri üçün həmin nəqliyyat vasitələrində artıq onların digər müəyyən xərclər var ki, onları azalmaq üzrədir. Daxili yanma mühərriklərlə müqayisədə elektrik mühərrikli avtomobillərdə müəyyən xərclər daha az olur. Rəqəmlər də bu tendensiyanı açıq şəkildə göstərir. Bu dövrdə əsas tendensiyalardan biri də Muxtar Respublikada yaşıl nəqliyyata keçidin sürətlənməsidir. Belə ki, hibrid mühərrikli avtomobillərin sayı cəmi bir il ərzində 797-dən 2440-a yüksələrək 3 dəfə artıb. Elektrik mühərrikli avtomobillərin sayı da artaraq 220 ədədə çatıb. Bu dinamika Naxçıvanda alternativ nəqliyyat vasitələrinə marağın ildən ilə gücləndiyini göstərir. Avtomobili seçməkdə məqsədim odur ki, çox ekonomdur, komfortludur, qiyməti əlçatandır, ekologiyaya zərərsizdir. Hibrid versiyada işlədiyi üçün əhatəyə də zərərli qazları buraxmır. Həm büdcəli avtomobildir. Mənim əvvəllər başqa maşınlarım da olubdur, amma bu maşını seçmə səbəbim odur ki, bunlar plug-in hibrid gedir, həm benzin mühərriki ilə, həm də elektrik mühərriki ilə istifadə etmək olur. Komfortlu maşındır, təzə maşındır. Üstün cəhətlərindən biri odur ki, benzini çox qənaət eləyir. 100 kilometrə hardasa 3,5-4 litr benzin işlədir. Elektrik mühərriki ilə 50-55 kilometr yol sürmək olur. Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə enerji sərfiyyatına qənaət, ekoloji üstünlüklər və texnoloji yeniliklər elektromobillərə marağı daha da artıracaq. Bu isə Naxçıvanda nəqliyyatın gələcəyinin artıq yaşıl istiqamətdə formalaşdığını göstərir. Sahilə Əliyev, Arzu Sadiqov, NTV Xəbər.